Bir müddətdir yağış yağmır. Məmun İmam Rıza Aleyhisselam'dan xahiş edir ki, yağışın yağması üçün dua etsin. Yuxuda Həzrəti Peyğəmbər İmam Rıza Aleyhisselam'a buyurur ki, ey övladım, bazar ertəsinə qədər səbr elə və bazar ertəsi səhraya gedərək orada 2 rükət namaz qıl və yağışın yağması üçün dua et. Bazar ertəsi yetişir, İmam Rıza Aleyhisselam səhraya gedir və böyük bir cəmiyyət İmam Rıza Aleyhisselamın arxasıyla hərəkət edir. İmam 2 rükət namaz qılır və yağışın yağması üçün dua edir. Bu zaman göydə bir bulud görsənir. İnsanlar sevinç, gözyaş tökürlər. İmam buyurur ki, bu bulud bizim bulud deyil. Buludlar gəlib ötürlər. Və nəhayətdə 11-ci bulud yetişir. İmam buyurur ki, Allahın izni ilə bu bulud bizim üçündür. Allahın rəhmət yağışı yağır, susuz qəlbləri və quru torpaqları sirab edir.